gün mənim üçün çox özəl, çox duyğulu bir gündür. Oğlum Muhammed Alinin 5 yaşı tamam olur. 5 yaş bir ananın ömründə həm sevincdir, həm məsuliyyət, həm də dua. Oğlum, sən bu torpağın övladısan. Mən səni sadəcə böyütmürəm. Mən səni vətənə əmanət böyüdürəm. Çünki inanıram ki, sən Azərbaycanın gələcək əskərisən. Müsavat.com xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmailova sosial şəbəkədə yazıb. Oğlu Muhammed Alinin 5 yaşı tamam olduğunu bildirən Rəqsanə şəhid yaxınlarını da bir araya yığaraq əskər geyimində Şəhidlər Xiyabanına gedib. Sənətçi fikirlərini belə davam etdirib. Apardım ki, öz qəhrəmanlarını tanıyasan. Bu torpağın hansı canlar bahasına qorunduğunu kiçik yaşından anlayasan. O gün orada şəhid analarının baxışlarında bir ana olaraq özümü gördüm. Qazi qardaşlarımızın duruşunda isə vətənin gücünü hiss etdim. Onların mənə verdiyi mənəvi dəstək ömrüm boyu yaddaşımdan silinməyəcək. Bir daha bütün şəhid analarının qarşısında baş əyirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazi qardaşlarımıza can sağlığı diləyirəm. Oğlum, sən böyüyəndə bilməlisən ki, bu torpaq müqəddəsdir. Sən öz qardaşlarını, öz qəhrəmanlarımızı tanımalısan. Mən istəyirəm ki, sən milli ruhda, vətən sevgisi ilə vicdanlı və mərd bir insan kimi böyüyəsən. Bu bir ana olaraq mənim ən böyük arzumdur. Ad günün mübarək balam. Allah səni qorusun, yolunu açıq etsin. Mənim balaca oğlum, mənim gələcək əskərim. Rəqsanə İsmailovanın paylaşımı bir ana qəlbinin ən həssas nöqtəsinə toxunan duyğulu və düşüncəli mesajdır. Övladının ad gününü yalnız şənlik və hədiyyələrlə deyil, həm də milli mənəvi dəyərlərlə bağlaması onun analıq baxışının necə formalaşdığını göstərir. Şəhidlər Xiyabanını ziyarət etməsi isə bu günə xüsusi məna qatır. Bu sadəcə ad günü deyil, həm də bir dərs, bir mesaj, bir yaddaşdır. Bir ana üçün övladını vətənə layiqli vətəndaş kimi böyütmək arzusu təbii və dəyərlidir. Şəhid analarına ehtiram göstərməsi, qazilərə dua etməsi, cəmiyyətin həssas nöqtələrinə toxunan, birlik və həmrəylik mesajı verən addımdır. Bu cür paylaşımlar həm də gənc nəslə tariximizi unutmamağa xatırladır. Eyni zamanda, gələcək əskərim ifadəsi bəzi insanlar üçün qürur və vətənpərvərlik simvolu kimi səslənsə də, digərləri üçün bir ananın övladına arzuladığı ən böyük rolun yalnız hərbiçi olmaqla məhdudlaşdırılması kimi yozula bilər. Çünki hər bir uşaq ilk növbədə sağlam, xoşbəxt və azad seçimli bir fərd kimi böyüməlidir. Vətənə xidmət isə təkcə silahla deyil, elm, sənət, humanizm və dürüst vətəndaşlıqla da mümkündür. Ümumilikdə isə paylaşım səmimi, emosional və dəyərlərə söykənən bir ana etirafıdır. Burada həm sevinç var, həm qürur, həm də gələcəyə dair böyük ümidlər. 5 yaşlı bir uşağın həyat yolunun başlanğıcında belə bir mesajla anılması sözsüz ki, diqqət çəkir və müzakirə yaradır.